Salam, xoş gördük hər kəsi. Bugün sizinlə mən könül fizika müəllimim çay məsələlərinə baxacaq ki, hansı ki bu çay məsələlərində bir çox şagirdlər, hətta müəllimlər belə çətinlik çəkir. Öncə baxaq, çay hansı istiqamətdə axır? Çay bu tərəfə axır, bu tərəfə. Çay belə bu tərəfə axır, bu tərəfə. Daha sonra bu sahil nədir? Yəni bu çayın sahilə nəzərə və yaxud yerə nəzərə. Hər ikisi eyni mənadır. Qayıq, qayığın durğun sudakı sürəti və çayın yerə nəzərə, sahilə nəzərə sürətidir. Mən bu çay məsələlərində sizə ən asan yolu deyəcəm ki, bu necə tapılır. Biz bu vektorial cəmlə tapılır. Belə ki. Bunu bir dənə x oxu çəkirik. X oxu istiqamətində. Bu x oxu istiqamətindədir. Bu da bizim y oxumuzdur. Y oxumuz. Daha sonra bu v qayıq da v çayı da x oxu istiqamətindədir. Elə. O zaman yerə nəzərən sürəti tapanda v yerə nəzərən bərabər çay x oxu istiqamətindədir. Ona görə olur v çay plus qayıq x oxu istiqamətindədir. Ona görə olur plus v qayıq. Qayıq çayın əksinə də ola bilər. Baxın, belə də ola bilər. Yəni çayın əksinə də axa bilər. V qayıq. O zaman axan zaman əksinə oldu yaxı. X oxunun əksinə. O zaman olur ki, yəni v yerə nəzərən sürət bərabər v çay x oxu istiqamətində olduğuna görə onu plus götürürük. Niyə minus? Çünki v qayığın sürəti x oxunun əksinidir. Olur v qayıq. Belə. Daha sonra bizdə soruşa bilər ki, üfüqi istiqamətdə gedilən yol. Məsəl üçün, buradan buraya kimi olan məsafəni, bu A nöqtəsindən, bura bir dənə A nöqtəsi deyək, bura bir dənə deyək, B nöqtəsi. Buradan bura kimi olan məsafə, ona bir S nişanə edir. Bizim öz ana düsturumuz var ki, S bərabərdir V vur T. Yol bərabərdir sürət vur zaman. Bizdən daha sonra soruşa bilər ki, bir sahildən digər sahilə çatma müddəti. Qarşı sahilə çatma müddəti T. T-ni soruşa bilər. Nə edəcək? S-i böləcək V-yə. V nəyə? Çatma müddəti bax. Baxın, çatma müddəti qırmızıda göstərim. Y oxu istiqaməti. Ona görə V, Y. Bax, bura bir dənə yazalım. Y oxuyusu. Amma üfüqi istiqamətdə gedilən yol x oxu istiqamətinə deyil. Ona görə onu x oxu üzrə proyeksiyasına baxacaq. İndi bunu tapaq. Öncə müddəti tapaq. Çatma müddətini tapaq. Çatma müddətini tapmaq üçün biz belə bir məsələyə baxaq. Məsələ üstündə baxaq bunun. Bizə verilir burada axın sürəti VA. Axın sürəti bizə verilib 2 metr bölü saniyə. Sonra suya daxil olan perpendikular istiqamətdə daxil olan sürəti verib üzgüçünün perpendikular istiqaməti daxil olan sürəti verilib bizə. Axın sürəti, yəni çayın sürəti də odur. Perpendikular istiqamətdə daxil olan sürəti verilib. Bizə bir də verilib D, çatma müddəti. 160 metr. 160 metr. Bir də bizə verilir qarşı sahilə suya görə hızı 8 metr bölü saniyə üzgüçü şəkildəki kimi üzməkdədir. Buna görə üzgüçü qarşı qıyıya kaç saniyədə ulaşır? Bizə burada bizə indi burada T-ni soruşur. T-ni tapmaq üçün 160-ı böləcək nəyə? Böləcək 8-ə. Çünki deyir, axı perpendikular isə bu da eləyir 20 saniyə. Tapdıq 20 saniyə.
Biz burada əslində bu D olmalıdır bizdə. Çünki Y oxu istiqamətində baxırıqsa, bu çatma müddəti D ilə işarə etdik. Axı bu D-dir.